Salam uşaqlar, xoş gördük hər birinizi. Nəhayət həmin o an gəldi. Sizlər üçün xüsusi olaraq buraxılışa, yəni xüsusi olaraq seçmişəm. Çalışacağam ki, vaxt olduqca, yəni imtahana yaxınlaşdıqca yavaş-yavaş bu tipli suallar seçib sizlər üçün izah edeyim. Həqiqətən burada gördüyünüz suallar xüsusən buraxılış tipli suallardır və sizin də baxmağınızı şiddətlə tövsiyə edirəm. PDF-i Telegram kanalından da əldə edə bilərsiniz və yaxud da şəxsdə olaraq yazıb PDF-i o cürdə əldə edə bilərsiniz. PDF-də işləyib sonra yoxlaya bilərsiniz və yaxud da videonu dayandırıb da həll eləsəz, sonra yenidən izaha və yaxud da cavabına baxsaz daha yaxşı olar sizin üçün. Gəlin çox danışmayaq, keçək testlərin izahına, möhtəşəm sınağın izahına. Biz təbii ki, çox müəllim bunu sınaqlar hazırlayıb ödənişlə şagirdlərə verir, amma biz bunu tam ödənişsiz şəkildə həm cavablarını, həm sınağı, həm izahını veririk. Ümid edirəm siz də baxdıqdan sonra həm sualları bəyənərsiniz, həm bizə dəstək olarsınız, daha çox paylaşarsınız və öz fikirlərinizi də ən çox da bildirməyi unutmayın. Şərh bölməsində fikirlərinizi qeyd eləyin. Yaxşı, başlayaq birinci sualdan. Deyir, perimetr 24/3 olan bərabər tərəfli üçbucağın medianını tapın. Deməli, birinci sualda biz ilk öncə nəyi bilməliyik? Bax, uşaqlar, yadınızda saxlayın. Bərabər tərəfli üçbucağa aid orada düsturlar var. Sahəsinin tapılmasıdır, hündürlüyünün tapılmasıdır. Hündürlük median tənbələn zaten eynidir, indi deyəcəm. Sonra radiusun tapılmasıdır, daxili çəkilmiş və yaxud da xarici çəkilmiş. Bax, bunların hazır şəkildə düsturu var və bunları siz bilməlisiniz. Yəni, bunları bilməlisiniz deyəndə bilməsəz belə cavabı tapa bilərsiniz. Amma bilsəz, birbaşa sizə nə qədər vaxt qazandır. Bax, deməli, bərabər tərəfli üçbucaqda biz bilirik ki, bərabər tərəfli üçbucaq. Bax, bütün düsturları yazacağım. Ola bilər bəlkə də sınağın müddəti biraz uzun olsun və yaxud da 40 dəqiqə olmasın, 45 olsun, 30 olmasın, 40 dəqiqə olsun və s. Amma siz çalışın, axıra qədər baxın. Çünki mən ətraflı şəkildə izah verirəm. Yəni, test burada biz təkcə test həll eləmirik. Eyni zamanda ətraflı şəkildə biz sualı öyrənmiş oluruq ki, bizim yadımızdan çıxmasın və onunla əlaqəli olan bütün testləri yazaq. Bərabər tərəfli üçbucağın bütün bucaqları bərabərdir, bütün tərəfləri bərabərdir və biz bilirik ki, bərabər tərəfli üçbucağın istənilən təpə nöqtəsindən endirdiyimiz hündürlük həm median olur, həm də tənbölən olur, həm də hündürlük olur. Yəni, hər üçü birində, hətta Neskafe demişdik, üçü birində. Deməli, və bizdə tapılması necə idi? Hündürlük bərabərdir mediana, o da bərabərdir tənbölən, elə. Və onun da düsturu nə idi? A kök altında 3 bölünsün 2 idi. İndi bizdə perimetr verilir. Perimetr verilirsə, P bilirik ki, nəyə bərabər? 3 tərəfin cəmi. İndi 3 tərəfdə hər biri eyni olduğu üçün AA. Perimetr bərabər nəyə? 3A-ya. İndi bizdə perimetr verilib ki, 24 kökdə 3-ə bərabər. Onda 3A-nı bərabər eləyirəm 24 kökdə 3-ə. Buradan da A-nı tapanda hər tərəf 3-ə böləndə olacaq nə? 8 kökdə 3. Deməli, tərəfi nəyə bərabər oldu? 8 kök altında 3-ə bərabər olmuş oldu. Onda biz həmin tərəfin qiymətini gətirib burada A-nın yerinə yazıram və mən medianı tapıram. Onda olacaq median bərabər 8 kök altında 3 vurulsun kök altında 3. Bir də bölünsün nə var? 2 var. Bölünsün 2 yazırım. Bu da bərabər 8 ilə 2 ixtisar edir. Burada 4 qalır. Burada 1 qalır. Olacaq 4 vurulsun. Kökdə 3-ü də kökdə 3-ə vuranda biz bilirik ki, 3 eləyir. 4 də 3 də eləyəcək 12. Yəni, median uzunluğu bizdə doğru cavab kimi oldu A variantında. Yəni, 12. İndi digər düsturları da buradan qeyd edeyim. Sahəsinin tapılması A kvadratı kök altında 3 bölünsün 4-dür. Hündürlük median tənbölən düsturunu burada qeyd eləmişik. Sonra radiuslarda qeyd edirik. Böyük yer A kökdə 3 bölünsün 3-dür. Kiçik yerdə bərabərdir. A kökdə 3 bölünsün 6-dır. Və unutmayın ondakı böyük yer bərabərdir 2 kiçik radiusa. Yəni, kiçik radius verilibsə, kiçik çevirən radius, daxili çəkilmiş çevirən radius. Onu 2-yə vuranda böyük çevirən radiusu eləyir. Bu da belə ətraflı şəkildə öyrənmiş olduq bir sualın üstündə. İkinci sual. Bizə deyir, kəsikməsi 4-dür, NA 4NB-dir, deyir, birləşmə 31 olarsa, NB fərqanı tapın. Birincisi, uşaqlar, bunu düsturundan da yaza bilərsiniz və yaxud da Euler-Veyin diaqramından da yaza bilərsiniz. Tutaq ki, bura mən Euler-Veyin diaqramı çəkirəm. Biri olsun A, biri olsun B. Və mən demişdim ki, ilk öncə kəsikmə verilibsə, kəsikməyi yazmaq lazımdır və verilib, bəli, 4. İndi deyir, NA bərabər NB. Onda mən bura bir X yazıram, bura bir Y yazıram. İndi NA nə olacaq? NA artı X plus 4-dür, bərabər 4 vurulsun nəyə? NB-yə, yəni 4 üstə gəlsin Y-ə. NB-də 4 üstə gəlir Y-dir. Və bizdə də verib ki, birləşməsi də nədir? 31. Birinci bunu sadələşdirək. Olacaq X üstə gəlsin 4 bərabərdir 16. 16 üstə gəlsin 4 Y-ə.
Buradan da 4y bu tərəfə keçirdək, 4'ü də bu tərəfə. Olacaq x çıxılsın 4y bərabər 16-dan da 4 çıxdı, qaldı 12. Belə bir ifadə aldıq və birləşmə. Birləşmə nə idi? Hər 3 hissənin, baxın, bu işarə elədim, 3 hissənin cəmi idi. Onda olacaq, elə buradan yazıram, x üstə gəlsin, 4 üstə gəlsin, y bərabər bizə verməlidir birləşmənin. Yəni, birləşməsi də 31. Buradan da x plus y tapsam, bərabər 31-dən 4 çıxsam, necə qalacaq? 27. Deməli, mən bir də aldım ki, x plus y bərabər oldu 27-yə. Və buradan sistem tənliyi almış oluram. Alt-alta çıxsam, elə aşağıdan yuxarına çıxsam, x-dən x çıxanda islah olacaq, y-dən -4y çıxanda olacaq, y çıxılsın -4y, daha geniş yazaq. 27-dən də 12 çıxanda qalacaq 15. Buradan çıxanda əksinə 2 mənfi var deyə toplanır, 5y bərabər 15 olur. Buradan da y bərabər olur 3-ə. Deməli, y 3 isə, buraya yazıram, y bərabər 3. Onda buradan y tapsa, y 3 isə, neçənin üstünə 3 gələndə 27 edir? Təbii ki də 24. X da çıxır 24. Burada yazıram 24. İndi bizdən nəyi soruşur? B fərqi anı. Yəni, B-nin adı olmayanlar hansı hissədir? Baxın, rəngçildən. Baxın, bu hissədir. B-nin adı olmayanlar. Deməli, o da bərabər oldu neçə? 3-ə. Yəni, doğru cavab burada olacaq. Y variantı ikinci sualdır. Və yaxud da düsturla necə yazarsınız? Düsturu burada qeyd edirəm. Deməli, düsturumuz N, A birləşir B, bərabərdir N, A, üstə gəlsin N, B, bir də çıxılsın N, A, kəsir B şəklindədir. Burada yaza bilərik ki, 31 bərabərdir. N, A-nın yerinə 4 N, B yaza bilərəm. 4 vurulsun N, B, bir də üstə gəlsin N, B, çıxılsın kəsmə. Kəsmə də 4-dür. Buradan da toplayanda bu eləyəcək 5 N, B-yə. Bərabər 4 də sağa keçirsək müsbət olacaq. 31 ilə toplayanda eləyəcək 35. Onda NB də bərabər neçəyə? 7-yə. NB-miz 7-dirsə biz dedik ki, kəsişmə neçədir? 4. Onda cəmi 7-dirsə 4-ü buradadırsa, onda yenə 3 bura qalır. Yenə cavabımız 3 olmuş olur. Təbii ki, bu şəkildə də yaza bilərsiniz. Bu şəkildə biraz uzun gedir. Burada belə desək bu üsul biraz sərf eləməz. Amma düsturla daha belə desək qısa, yəni vaxtımıza qənaət edə bilərik. Siz də hansına ürəyiniz istəyir, elə yazın. Təbii ki, artıq burada 2 üsulunu dedik. Yəni ki, bundan sonra artıq səhv etməzsiniz. Şəkildə verilən, yəni bizi burada əsas məqsəd uşaqlar, birincisi səhv etməmək. Bizim ilkin olaraq məqsədimiz səhv etməməkdir. İkinci olaraq məqsədimiz isə odur ki, vaxta maksimum qənaət etmək, əlimizdən gəldiyi qədər qənaət etmək. Üçüncü sual deyir, şəkildə verilənlərə əsasən o mərkəzi çevrə üçün x-i tapın. Deməli, biz bilirik ki, burada o mərkəzi bucaqdır, B də daxili bucaqdır. Biz bilirik ki, mərkəzi bucaq daxili bucağın 2 qatına bərabərdir və yaxud da daxili bucaq, yəni 2x minus 15 bərabərdir mərkəzi bucağın yarısına. Yəni 3x plus 20-nin yarısına bərabərdir. Söykəndiyi qövsün və daxili bucağın yarısı da eyni qövsdə söykəndilir. Bu arada o da önəmlidir. Buradan hər tərəfi 2-yə vursam, onda olacaq 4x minus 30 bərabər. Bunu da 2-yə vuranda 2-lər ixtisar edəcək. Qalacaq 3x plus 20. Yəni kəsirdən azad eləyin. Çalışın siz də kəsirdən azad eləyin. Daha sadə hesablamaq üçün. Buradan 3-ü digər tərəfə keçsəm, olacaq 4x çıxılsın 3x bərabər 30 da sağa keçsəm müsbət olacaq. Olacaq 20 plus 30. Buradan da x bərabər olacaq 50-yə. Bizdən nəyə soruşur? Tapın, x-i tapın. Elə x-imiz oldu neçə? 50. Keçək 4-cü sualın həllinə. Deyir, malın satış qiyməti 20% endirildi. Yeni satış qiyməti neçə faiz artırmaq lazımdır ki, əvvəlki satış qiymətinə bərabər olsun. Bura yazıram 4. Deməli, tutaq ki, malın satış qiyməti 100 manatdır. Çalışın 100 götürün hesablayın, sadə olması üçün. 20% endirildi. 100-ün 20% ilə 20 eləyir. Yəni, 100-ü 20% endirsək, yəni 20 manat endirsək, nə qədər qalacaq? 80 manat. Deməli, əvvəlcə 100 manat idi, indi oldu 80 manat. İndi bizə deyir ki, yeni satış qiymətini, yəni 80 manatı neçə faiz artırmaq lazımdır ki, əvvəlki satış qiyməti olsun, yəni 100 olsun. İndi mən bunun üzərinə neçə gəlməliyəm ki, 100 olsun? 20 gəlməliyəm də, 20 manat gəlməliyəm. İndi mən öyrənməliyəm ki, 80-in neçə faizi 20 eləyir? Yəni, həmin 20-nin də üzərinə gələk ki, 100 eləsin. Və yaxud da 20 80-in neçə faizi? Belə də deyə bilək. Bir ədəd digər neçə faiz deyəndə, birinci ədədi, yəni kiçik ədədi, böyük ədədi bölürük, ilkin qiymətə vururuq 100%-ə. Bu da bərabər ilə 0-a, 20-yə ixtisar gedir. Burada 4, burada 1 qalır. 100-ü də 4-dən ixtisar aparsaq, burada 25 qalacaq. Yekun olacaq 25%. Həqiqətən 80-25% 20 eləyir. 80 üzərindən 20 gəndə əvvəlki qiymət 100 manat olur. Yəni doğru cavab burada da oldu. C variantı. Yəni faiz düsturlarının çox həlləri var, çox həll üsulları var. Hansına istəsəz yaza bilərsiniz. 5-ci sualı bura yazıram 5.
Deməli deyir ki, ifadəsini sadələşdirin. İlk öncə biz bu ifadəni sadələşdirməkdən ötürü birinci mötərizənin içinə baxmalıyıq. Elə birinci mötərizənin içinə baxanda ortaq məxrəci eləsək, bax görək burada nə alınır? Hasil olacaq təbii ki, A çıxılsın B vurulsun. Burada da A kvadratı minus 2AB plus B kvadrat olacaq. Əslində burada hasili yox, bu açılışdır. Gəlin bunu belə yazaq. Gəlin belə yazaq ilkin olaraq. A çıxılsın B kimi qalsın burada A, üstə gəlsin. İkinci tərəfdə isə A çıxılsın B-nin kvadratlı fikir versəz, burada olacaq 2AB. Hələ ki, birinci mötərizənin içini həll edirəm uşaqlar. İkinci mötərizəni ayrı-ayrı həll eləyək, çox qarışıqlıq olmasın. Buradan da ortaq məxrəc ilə A çıxılsın B-nin özü olacaq. Bəli, artıq hasil olmayacaq. Deməli, bildim burada hasil kubun açılışını verir. Xeyr. Elə A minus B-nin kvadratı olacaq. Bunu birinciyə böləndə A minus B qalır. Onu da vuracaq A-ya. A vurulsun A minus B. Üstə gəlsin elə ikincinin məxrəcinə deyək, surəti 2AB-yə. Bu da bərabərdir. Gəlin hesablayaq. Burada A çıxılsın B-nin kvadratı olacaq. Yuxarıda da A kvadratı çıxılsın AB. Üstə gəlsin 2AB şəklindədir. Bu da bərabərdir. Olacaq A kvadratı mənfi AB ilə müsbət 2AB-ni toplayanda müsbət AB qalacaq. Burada da A çıxılsın B-nin kvadratıdır. Gəlin buradan istəyirsə elə A-nı çıxardaq, qoy hasil şəklində qalsın. Məxrəcin özünü yazıram. A çıxılsın B-nin kvadratı. Sürətdə də A-nı çıxarsaq qalacaq A üstə gəlsin B şəklində. Bu oldu birinci mötərizənin içərisi. İndi ikinci mötərizəyə keçək. İkinci mötərizədə olacaq nə? A üstə gəlsin B. Burada 4AB-dir. Çıxılsın. Buradan mənfini qarşıya çıxarda da A plus B qalır da. Düzdürmü? Bu da bərabərdir. Ortaq məxrəc eləməliyik təbii ki. Olacaq A plus B-də. A plus B-də. Bunu niyə mötərizədə yazmışım? A plus B-də 4AB. Çıxılsın. Bunun məxrəcində 1 var da. 1-ə bölüb sürətinə vurmalıyım. Elə A plus B-yə vuracam. Olacaq çıxılsın. A plus B-də A plus B-yə vuranda elə A plus B-nin kvadratı olacaq. Bu da bərabərdir. Deməli, yazırıq buradan məxrəcin özünü, yəni A plus B-nin özünü. Sürətdə də açılışını yazanda olacaq 4AB çıxılsın. Burada açılışda hamısı müsbət olmalıdır. Qarşısında mənfi var deyə hamısı çıxma olacaq. Olacaq çıx A kvadratı, çıxılsın 2AB, çıxılsın B-nin kvadratı. Bunu da sadələşdirək. Olacaq A plus B-də mənfi qarşıya da çıxarda bilərdik əslində. Elə çıxaraq mənfini qarşıya, sonra ixtisar aparaq. Mənfi burada qarşıya çıxarsaq, olacaq belə A kvadratı üstə gəlsin. Bunların hamısı müsbət olacaq da mənfi qarşıya çıxarım. 2AB üstə gəlsin B kvadratı. Bu səfər 4AB olacaq çıx 4AB. Yəni mötərizənin qarşısında mənfi vardır. Açanda yenə müsbət olur. Buradakı ifadəni verir. Aha, deməli bu da bərabərdir. Olacaq A üstə gələk B-də. Burada mənfi mötərizənin içərisində mənfi 4AB ilə 2AB ixtisar edəcək. Qalacaq A kvadratı çıxılsın 2AB. Üstə gəlsin B kvadratı. Bu şəkildə. Burada da olacaq nə? Deməli, mənfi qarşıda bu nəyin açılışıdır? Olacaq A çıxılsın B-nin kvadratı. Aşağıda olacaq A plus B. Bunu sadələşdirdik. Bu forma aldıq. Buradakını da sadələşdirdik. Bu formada aldıq. İndi biz yazaq buradan nə? Yazaq buradan nə? Birincini. Olacaq A vurulsun A plus B. A üstə gəlsin B-yə. Bir də bölünsün A üstə gələk B-nin, daha doğrusu çıxılsın B-nin kvadratı vurulsun. Vuranda yenə buna vuracam. Mənfi A minus B-nin kvadratı. Aşağıda da A plus B olacaq. Hər ikisini bir ayrı-ayrı hesabladım. Sonra bir-birinə vururam. İndi vuranda A plus B-lər ixtisar edəcək. Ən şirin məqam. A minus B-nin kvadratı bölünsün A minus B-nin kvadratı ixtisar edəcək. Burada təbii ki, mənfi var. Onu yaddan çıxartmıram. Yuxarıda qaldı 1A, bir də mənfi 1. Burada məxrəcədə elə 1 qalmışdı. Olacaq A vurulsun mənfi 1. Bu da bərabər mənfi A-ya bərabər olacaq. Doğru cavab olacaq. C variantı. Gördüyünüz kimi bu qədər uzun misalın xırda bir həlli oldu. Uzun misal deməyək. Əslində burada ortaq məxrəc edəndən sonra hər şey öz axarında davam edir. Belə böyük misallar görəndə şagirdlər əslində heç qorxmağa ehtiyac yoxdur. Əslində elə belə suallar asan olur. Sadəcə orada ortaq məxrəc eləyin. Ondan sonra hər şey öz axarında davam edəcək. 6-cı sual məşhur suallardan biri. Deyir, x və y hər biri həqiqətdə də olarsa, şərtə görə x kubu, y kubu cəmini tapın. Biz bilirik ki, moduldan, burada hər biri moduldadır da, moduldan heç vaxt mənfi çıxmaz. Yəni, hər zaman ya 0 çıxır, ya müsbət çıxır. 2 müsbət ədədində cəmi 0 eləməz. Onda deməli, bu təniklərin hər birini bərabər götürəcəm, 0-a bərabər götürəcəm. Məşhur testlərdən biridir.
sınavlarda da tez düşür. Bərabər bunu da 0 götürəcəm. Sonra x plus 2 plus y bərabər 0. Bunu da 0-a bərabər götürəcəm. Onda bizim tənliklərimiz olacaq nə? X minus 2y 7-ni keçirəm sağa olacaq üstəgəl 7. Burada x plus y bərabər mənfi 2. Burada neyniyərik? Elə alt-alta ən yaxşı çıxaq. Alt-alta çıxaq. Aşağıdan yuxarı çıxaq da. X-dan x çıxanda 0 qalır. Y-dən mənfi 2y çıxacaq. Y. Bunları açıq yazıram ki, başa düşəsiniz. Mənfi 2y çıxacaq. Bərabər mənfi 2-dən də 7 çıxacaq. Aşağıdakı kənlikdən yuxarıdakını çıxdıq. Bunu da toplayan 2 mənfi var deyə toplama olacaq 3y bərabər burada da mənfi 9 eləyəcək. Y də bərabər olacaq mənfi 3-ə. Y mənfi 3 ilə buradakı kənlikdə yerinə yazaq olacaq x plus 2 minus 3 mənfi 3 yazdıq bərabər 0-a. Buradan da x bərabər olacaq mənfi 1. Sağa da keçirdəndə olacaq müsbət 1. Deməli x-imiz oldu 1, y-imiz oldu mənfi 3. Bizdən də kublar cəmini soruşur. X-in kubu, yəni 1-in kubu üstə gəlsin mənfi 3-ün kubu. Bu da bərabər 1 plus mənfi 27 eləyəcək. Bu da bərabər olacaq mənfi 26. Böyükdən kiçik çıx, böyük işarəsini yazın. Yəni doğru cavab burada olacaq B variantı. Yəni siz bu suallar, bu tip sualları sərbəst işləyə bilirsinizsə əgər, indi yəqin ki işləyən şagirdlərimiz olacaq. Demək olar ki sizin imtahanda göstəriciniz yüksək olacaq. 20-20 plus ola bilər. Təbii ki bunlar hələ müəyyən bir mövzu tiplidir. Yəni bu mövzunun içində barıdı qeyd etməmişdim. Bir məhsulu da var, çevrə də var, indi özünüz görürsünüz. Modul da var, tənliklər sistemi də var, nə bilim 4 bucaqlı da var, çox bucaqlıya da aid sual var. Yəni fiqurların sayısına da aid sual var. Yəni biraz geniş mövzudur. Yəni çox mövzudan çalışdım ki seçim. Təbii ki bunların ardı gələcək və getdikcə mövzularımızı daha da genişləndirəcəyik imtahana kimi. Təbii ki bu mövzulara baxas deyilik ki. 7-ci sual. Bax 7-ci suala. Deyir ki tənliklər sistemindən B bölü A, daha doğrusu A bölü B-ni nisbətini tapın. Deməli, neyniyəcəyik? Burada ilk öncə bizə verib A kvadratı plus B kvadratı bərabər 8. Hələ 8-i yazmır. Bunu biz hansı köməkçi müxtəsər vurma düsturu şəklində yaza bilərik? Məsəl üçün yaza bilərik ki, tutaq ki A plus B-nin kvadratı çıxılsın 2A B-yə. Bu şəkildə yaza bilərik. Doğrudurmu? Bəli, yəni bu ifadə bu ifadəyə bərabər. İndi bunun qiyməti 8 isə, bunu da 8-ə bərabər götürə bilərim. Onda buradan A plus B-nin qiymətini tapsaq və yaxud elə AB-nin qiymətini bizə verib mənfi 4 gətirib burada yerinə yaza bilərik. Onda tənliyimiz olacaq A plus B-nin kvadratı çıxılsın 2 vurulsun mənfi 4 qiymətini yerinə yazdım AB-nin bərabər 8-ə. Buradan olacaq A plus B-nin kvadratı burada mənfi 4-ə vuranda olacaq müsbət 8 bərabər 8-ə. Buradan da qiyməti tapsaq olacaq A üstə gəlsin B-nin kvadratı bərabərdir. 8 bu tərəfə keçiriləndə 8-dən 8 çıxanda 0. Deməli, A plus B-nin kvadratı 0-a bərabər. Nə vaxt 0-a bərabər? Mötərizənin içi 0-a bərabər olarsa, yəni A plus B bərabər 0 olacaq. Buradan da olacaq A bərabər B-ni sağa keçirsək mənfi B-yə. Deməli, A bərabər oldu mənfi. Bizdən nəyi soruşur? A bölünsün B-ni. Onda A-nı əvəzləsəm, yerinə mənfi B yazsam, mənfi B bölü B olacaq. Buradan B-lər ixtisar gedəcək, qalacaq nə? Mənfi 1. Doğru cavab olacaq D variantı. Və yaxud da əslində burada həlli də görsənir. Məsələn, bunun həllər kökü müsbət 2 ilə mənfi 2 da yerinə yazsaq ödəyəcək. Müsbət 2 ilə mənfi 2-yə böləndə yenə mənfi 1 qalır. Və yaxud da ən yaxşısı həll üsulunla bilmək. Təbii ki, həll üsulunu bilməliyik. İmtahanda çünki bizi nə gözləyəcək tam dəqiq bilmirik. 270 ədədin tam bölənlərinin burada nəyə soruşur? Sayını tapın deyir. 270 ədədin tam bölənləri. Biz normalda nəyə keçmişik? Natural bölənlərini, amma tam bölənlərini də soruşa bilər və yaxud da natural olmayan bölənlərini də soruşa bilər. Burada fərqli versiyalar var. Təbii ki, siz bunları bilməlisiniz, tanış olmalısınız. Birincisi, ilk öncə işimiz nədir? 270-i vuruqlara ayıraq. Tabii bir bölməyək. Burada 270-i yazaram. 27 vur 10 kimi, 27 10'da 2 vur 5'də, 10'da 2 vur 5 kimi yazaram. Burada olacaq 2 vurulsun 27 3'ün kubudur, vurulsun 5 şəklində. Yəni siz də çalışın bu sürətlə belə yazın. Bir də xətt çəkib bir-bir bölməyin 6-cı sinif şagirdi kimi. Çalışın belə sürətlə işləyin. Təbii ki, işləməyi bacarmalısınız. Aha, indi burada natural bölənlər sayını normalda biz necə tapırdıq? Qüvvətlərin üzərinə 1 gəlib, n plus 1, sonra n plus 1 düstur yadınıza düşdü və bir-birinə vururduq. İndi biz burada qüvvətlər neçədir? 2-nin üstündə 1 dedik, yazılmır. 5-in üstündə də 1-dir. Yəni yazılmayanda biz 1 götürürdük də. Olacaq 1 plus 1, sonra 3-ün üstü 3-dür. 3 plus 1, sonra 5-in üstündə 1 var qüvvətdə. Yenə 1 plus 1 yazılır. Qüvvətlərin üzərinə 1 əlavə elədim, bir-birinə vurdum. 2, 4, 2. Bu da neçə eləyir? 16. İndi 16 nə oldu? Natural bölənlər.
Natural. Natural bölünən. Bizə deyir ki, tam bölənlərin sayını tap. Natural bölənlər bu müsbət bölənlərdir, bəzən müsbət bölənlərdir deyil. Tam bölənlər deyəndə artıq mənfi də ola bilər. Deməli, onda mən 16-nı, məsəl üçün bunun natural böləni 27-dirsə, onsa mənfi 27, mənfi 10 da ola bilər də. Yəni onların tam əksi də ola bilər. Ona görə mən vuracam 16-nı 2-yə, olacaq necə? 32 dənə tam bölən. Artıq bunların içində bir mənfilər var, bir də müsbətlər. Cəmi bir yerdə 32-dir. Yəni doğru cavab olacaq C variantı. Yəni siz natural bölənləri tapandan sonra 2-yə vurursunuz, olur tam bölənlərinin sayı. Keçək 9-cu suala görək bizdən nə istəyir. Deməli KS CD-yə bərabər. KS CD-yə bərabərdir. Orada 70 olarsa deyir ABC paralleloqram çarpbucağını tap. Uşaqlar ilk öncə bax burada həmin paralleloqramı buradan çəkməyə çalışaq. Deməli buradan belə bir düz xətt çəkib, ümumiyyətlə həmin belə desək düz xəttin qarşı tərəfdən ayrılıq parça yan tərəfə bərabərdirsə, deməli həmin düz xətt həmin bucağın tən bölənidir. Və burada Z alınır, daha doğrusu bu şəkildə Z alınır. Deməli biz dedik ki, bu bucaqla bu bucaq nədir? Daxili çarpaz. Onda bu bucaqlar bir-birinə bərabər. Bu bucaq da bu bucağa bərabər olur o zaman. Onda burada bərabər yanlış bucaq yaranır. Onda bura 70-dirsə, burada 70 olacaq. 70, onda burada olacaq 180-in 140-sında qalacaq 40 dərəcə. İti bucaq 40-sa, paralleloqramda qarşı bucaqlar bərabərdir. Burada 40-dır. Bir tərəfə bitişik bucaqlarda cəmi nə olmalıdır? 180. Onda burada olacaq nə? 140 dərəcə, cəmi 180 dərəcə. İndi bizə deyək kör bucağını tapın. Kör bucaq oldu neçə? 40 dərəcə, 140 dərəcə. Əslində buradan da tapmaq olardı. Elə bura 70-dirsə, burada 70 olacaq. Tənböləni də birbaşa 140 olacaq. Bəli, belə də tapmaq olar. Bu da əla bir üsuldur. 9-da olacaq. Doğru cavab A variantı. Kör bucağı mən elədim, iti bucağı tapmalıyıq. Bizdən kör bucağı soruşurmuş. 10-cu sual. Deməli bizə deyir ki, x kvadrat belə bir tənlik verilib. Deyir, bir kökü k olarsa, k da sıfırdan böyük. Bax, bunu diqqətdə saxlayaq. Deyir, ikinci kökünü tapın. Deməli, kökünün biri k-dırsa, ümumiyyətlə uşaqlar, bax, diqqətlə qulaq asın. Əgər sizə bir kökü verilibsə, kvadrat tənliyin və yaxud da bir məhsul tənliyin fərqi yoxdur da, nəyinsə kökü verilibsə, aparıb həmin tənlikdə mütləq yerinə yazın. Deməli, aparıb yerinə yazanda, x-in yerinə k yazanda, çünki bir kökü deyək ki, k-da axı, x1 bir kökü k-dır. Deməli, aparıb yerinə yazanda x-in yerinə olacaq x k kvadratı, üstə gəlsin k vurulsun x, yəni k vurulsun k eləyəcək. Yenə k kvadrat çıxılsın 8 bərabər 0-a. Buradan toplayanda eləyəcək 2k kvadratı bərabər 8-i sağa keçsə müsbət 8 olacaq. Hər tərəfi 2-yə bölərəm, k kvadrat bərabər olacaq 4-ə. Hər tərəfdən də kök alanda olacaq plus minus 2-yə. İndi bizdə şərt vermişdi axı k 0-dan böyükdür. Onda mən burada mənfisini götürə bilmərəm, ancaq müsbət 2-ni götürəcəm. İndi bizdən də müsbət 2-ni götürəndə tənliyimiz hansı şəklə düşəcək? Olacaq x kvadratı üstə gəlsin kx. Yəni k-nı yeni yazsam olacaq 2x minus 8 bərabər 0-a. Buradan da bir ilə köklərini tapsaq x1 vurulsun x2 bərabərdir. Olacaq mənfi 8. Deməli burada x2 elə k-mız lap olsun x1 fərqi yoxdur. K-mızın bir kökün birini tapmışdıqda 2 idi. Onda yerinə 2 yazsaq olacaq 2 vurulsun x2 bərabər mənfi 8-ə. x2 yəni ikinci kökdə olacaq nə? Mənfi 4. Yəni doğru cavab bizdən ikinci kökünü soruşur. Bəli, doğru cavab olacaq. Onda Y variantı. Keçək 11-ci suala. Deyir, tənliyin kökləri cəmini tapın. Deməli, modul tənliklərdə əgər müəyyən bir ədədə bərabər olarsa, onda bizim həllimiz necə idi? Bir dəfə müsbətinə, bir dəfə mənfisinə bərabər götürürdük. Yəni, x modulda olacaq x minus 1. Bu birinci modula aiddir bu arada. İçəridəki modulla hələ ki işim yoxdur. X minus 1 minus 5 bərabər 1 tənliyini, bir də modulda x minus 1 minus 5 bərabər mənfi 1 tənliyinə baxacağıq. İndi biz burada həll eləsək, sadələşdirsək, olacaq modul x minus 1, 5 sağa keçsə müsbət 5 olacaq, bir ilə də toplayanda eləyəcək 6. Bu tərəfdə olacaq modulda x minus 1, bərabər müsbət 5 olacaq keçsək, müsbət 5 ilə də mənfi 1-i toplayanda eləyəcək müsbət 4. İndi biz yenidən bu tənliyi bir dəfə özünə, bir dəfə də mənfisinə bərabər götürəcək. X minus 1 bərabərdir mənfi 6-ya. Buradakı tənlikdə, yəni 2 dəfə elə bil arda-arda qaydanı təkrarlayım da. X minus 1 bərabər 4 olacaq. Bir də x minus 1 bərabər mənfi 4 götürəcək. Buradan hesablayanda x bərabər olacaq. x1 deyək, birinci kök. Biri sağa keçirdəndə müsbət, 6 ilə toplayanda 7. Biri sağa keçirdəndə müsbət, 6 ilə də, mənfi 6 ilə də müsbət 1 toplayanda mənfi 5 olacaq. Sonra buradan tapsaq x bərabərdir, x2 idi bu. Bu 3 olsun.
Müsbət 1 olacaq, 4 ilə toplayanda müsbət 5 eləyəcək. Buradan da x4 bərabər olacaq. Müsbət 1 ilə də -4 toplayanda -3 edəcək. Burada tənlikdə hər bir kökünü yoxlaya da bilərsiniz. Yəni köklər doğrudur və biz bunları toplasaq 7 plus -5 üstə gəlsin müsbət 5 üstə gəlsin -3 bərabər plus minus 5'lər əks ədədlər toplayanda 0 eləyəcək zaten. 7 ilə müsbət 7 ilə -3 toplayanda olacaq müsbət 4. Yəni doğru cavab olacaq C variantı. 12-ci sual. D şəklə əsasən B 90 dərəcədən böyük, yəni kör bucaqdır. BC 3-dür. Elə qiymətlərini burada yanına yazıram. AB də 10-dursa, bizim də deyir x-in ala biləcəyi qiymətləri tapın. Uşaqlar yadınızdan çıxarmayın. Keçən il sınaq nə idi? Keçən il qəbul suallarından biridir. Yəni eynisi deyil təbii ki. Yəni bax belə düşmüşdür. Kör bucaq verilərsə, məsələn bir bucaq kör bucaqsa, digər tərəfin ala biləcəyi qiymətləri tapın və ya da cəmini tapın, sayını tapın. Bax eyni tip bax belə bir sual düşmüşdü. Ona görə bu sualı mən sizlər üçün seçmişəm. Yəni üç bucaq bərabərsizliyini də qulaq ardı eləməyin. O qaydanı da öyrənmək lazımdır. İndi təbii ki qaydanı yazacağam. 12. Deməli B bucağı kör bucaq olarsa, B bucağı kör bucaq olarsa, onda biz nə edəcəyik? Yəni 90 dərəcədən böyük olarsa. Onda bizim qaydamız olacaq kök altında A kvadratı B kvadratı böyükdür həmin x tərəfi. O da kiçik olacaq A ilə B-nin cəminə. İndi bizdə yan tərəflər 10-dur. Olacaq 10-un kvadratı 100. Üstə gəlinsin 3-ün kvadratı 9. Kiçikdir x-dan. O da kiçikdir 10 plus 3-dən. Sonra burada hesablasaq 109-dan, kök altında 109-dan təqribən 10 ilə 11-in arasındadır. Tutaq ki çıxsın 10,3 kiçikdir x-dan. O da kiçikdir 13-dən. İndi bizə hansı qiymətlər ödəyəcək? Deyin, x-dən ala biləcək qiymətlərin cəmi tapın. 10,3-dən böyüksə 11 ola bilər. 13-dən də kiçiksə bir də 12-ni ala bilər də. 13-ün özündə almayacaq. Bunları da cəmi eləyəcək neçə? Toplayanda 23 eləyir. Varmı? 23 bəli. Doğru cavab olacaq D variantı. Bunun iti bucaqlısı üçün də var. İti bucaqlıda da belədir uşaqlar. A çıxılsın B modulda kiçikdir x tərəfi. O da kiçikdir kök altında A kvadrat plus B kvadrat. Bu iti bucaq üçündür. Bunu da qeyd elədim, mütləq öyrənin. Sonra keçək 13-cü suala. Deyir, K parametrin hansı qiymətində tənliyin sonsuz sayda həlli var. Deməli, bir məhsullu tənlikdir, bəli, bir dəyişənli tənlikdir. Onda biz x-ları bir tərəfə keçirməliyik. Vurub atsaq hər tərəfdə. Bura olacaq 20K, üstə gəlsin 5x, çıxılsın 10, bərabərdir. Buradan olacaq 4K-nı 3x-a vuranda olacaq 12KX, çıxılsın 4K şəklində. Buradan 12KX-i keçirərəm bu tərəfə. Olacaq 5x çıxılsın 12KX bərabər K ilə də 10-u, mənfi 10-u sağa keçirərəm. Olacaq burada müsbət 10 çıxılsın 20K, çıxılsın 4K-nı da özüm buradan yazıram. Buradan x-i qarşıya çıxartsaq, olacaq x vurulsun 5 çıxılsın 12K. Bu da bərabərdir. Burada da sərbəst həddimiz kimi saxlasaq olacaq 10 çıxılsın 24K şəklində olacaq. İndi bizə nə vaxt sonsuz sayda həlli olurdu? Bir dəyişən AX plus B bərabər 0-da, A da bərabər 0-a, B də bərabər 0 olarsa, onda bizim sonsuz sayda həllimiz olurdu. Bu bizim qaydamızdır. Bunu çərçivəyə almaq istəyirdim güya. Bu bizim qaydamız. İndi tətbiq etsək, yəni burada A ilə B yerinə aparıb 0 yazmırıq. Uşaqlar, burada A ilə B deməli A x-in əmsalıdır. Yəni x-in əmsalını 0-a bərabər götürürüz. Bir də sərbəst həddir. Onda buradan olacaq 5 minus 12K x-in əmsalı bərabər 0-a. Buradan olacaq 12K bərabər 5-ə. K da bərabərdir 12-də 5. 12-də 5. Digər tərəfdən buradan da hesablasaq 10 çıxılsın 24K bərabər 0-a. Buradan yenə 24K bərabər olacaq 10. Hər tərəfdə 24-də bölsək, yenə ixtisar gedəcək, qalacaq 12-də 5. Yəni K-nın qiyməti neçə olacaq? 12-də 5. Yəni doğru cavab olacaq B variantı 13-cü sualda. 14. Bir dəqiqə. 14-cü sual. Deməli, deyir, ifadəsinin qiymətini tapın. Deməli, burada fikir versək, çox vaxt bizə elə ikili ifadə verirlər. Məsələn, yalnız bu hissəni verirlər. Amma burada həm kub var, həm kvadrat var. Ona gəlin belə eləyək. Bizim misalı bir dəfə kvadrata yüksəldək, onda olacaq x minus 1 bölünsün x-in kvadratı bərabərdir 3-ün kvadratı. Hər tərəf kvadrata yüksəlsək, burada alınacaq nə? Birincinin kvadratı çıxılsın, 2 vurulsun, birinci vuraq ikinci. Bir də üstə gəlsin ikincinin kvadratı, 1 bölünsün x kvadratı bərabər 9 olacaq. Buradan x-lar ixtisar gedir, qalacaq x kvadratı üstə gəlsin 1 bölünsün x kvadratı bərabər.
Burada mənfi 2 qar, onu da sağa keçirdəndə olacaq müsbət 2, 9 ilə toplayanda eləyəcək 11. Deməli, x kvadratınla 1 bölü x kvadratın cəmi mənə nə verdi? 11 vermiş oldu. Bunu saxlayıram qıraqda. Elə burada lap yazıram. Bunların yerinə bərabərdir. Olacaq 11. Üstə gəlsin. Bir dənə qaldı nə? X kubu çıxılsın 1 bölü x kubu. İndi bizə verilən misalı bu səfər hər tərəfi kuba yüksəlsək. Olacaq x minus 1 bölü x-in kubu bərabərdir 3-ə. Daha doğrusu 3-ün kubuna. Buradan da hesablasaq olacaq birincinin kubu açılışı necədir? Sonra çıxılsın 3 vurulsun birincinin kvadratı vur ikinci. Üstə gəlsin 3 vurulsun birinci vuraq ikincinin kvadratı. Bir də çıxılsın ikincinin kubu 1 bölü x kubu olacaq. Bərabər 3'ün də kubu 1, 2, 27'dir. Buradan da x kubunla bunu qruplaşdırsaq olacaq x kubu çıxılsın 1 bölü x kubu bərabər. Qalan hamısını sağa keçirirəm. Olacaq 27. Üstə gəlinsin 3 vurulsun. Burada x-lar islah olur da. Elə 3x qalır. Buradan da x-lar islah olur. Qalır çıxılsın bu səfər 3 vurulsun 1 bölü x olacaq da. Burada x qalır. Birbaşa ixtisar elədim, sağa keçirdim. Deməli, buradan da olacaq bərabərdir. Lap alt-alta yazar. X kubu minus 1 bölünsün x kubu bərabərdir 27. Üstə gəlsin. Buradan 3'ü hər ikisində qarşıya çıxarsa olacaq x minus 1 bölü x şəklində. Bu da bərabər olacaq 27. Üstə gəlsin. 1 minus 1 bölü x bizə şərtdə nə verir? 3 verir. Elə bunun yerinə 3 yazaram. Olacaq 3 vurulsun 3. Bu da yekunda bərabər olacaq 27 plus 9'a o da eləyir 36. Deməli bizdə x kubu çıxılsın 1 bölü x kubu bizə verdi neçəni? 36'nı. Əvvəlcə də biz neçə tapmışdıq? 11 tapmışdıq da. 11, 36 da bu cəmi eləyəcək 47. Doğru cavabımız. Keçək 15-ci suala. 15. Deməli kör bucağı deyir 120 dərəcə tərəf 8 olan rombun sahəsini tap. Deməli mən bura romb çəkirəm. Romb biz bilirik ki bütün tərəfləri bərabərdir. Deyir kör bucağı 120. Kör bucağı 120 isə onda iti bucağı nədir? 60 dərəcə olacaq. Onda rombun diaqonalını çəkeyim. Deyir tərəfi də 8. Bu tərəfinə də yazıram 8. Diaqonallarını çəkirəm. Diaqonallar düz bucaq altında biz bilirik ki, ninir, kəsikirlər. Onda 120 idisə və həmin bucaqlar təpə bucaqlarını yarıya bölür. Bura 120 idisə 60 olacaq. Bura 60 idisə qalacaq 30 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni bu tərəf hipotenuzun yarısıdır. Yəni 8'in yarısı olacaq. Bura neçə? 4. Və diaqonallar da bərabər hissələrə bölünürlər də kəsikdikləri yerdə. Burada 4 olacaq. Burada 60 dərəcəli bucaq qarşısında da biz bilirik ki, nədir? Yarısına bərabərdir da. Bəli. Yarısının kökaltı 3 misli. Yəni 8'in yarısı 4, kökaltı 3 misli. 4 kökdə 3, bu da olacaq 4 kökdə 3'ə. Bizə bilir ki, sahəsi nəyə bərabərdir? S bərabər D1 vurulsun D2 bölünsün 2'yə. Bu da bərabər 1 diaqonal 4 kökdə 3, 4 kökdə 3. Eləyəcək ümumi 8 kök altında 3. O birisi diaqonalda 4, 4, 8. Diaqonalların hasili bölünsün 2'yə. Buradan 8 ilə 2 ixtisar gedir 4 qalır. 4 ilə 8'ə vuranda 32 kökdə 3. Yəni yekun cavabımız olacaq 32 kök altında 3 şəklində. Bəlkə də buradan hündürlüyü endirsək elə də tapmaq olardı. Bəli, elə bəlkə daha asan olardı. Bax, göy elə də alınarmı? Deməli, bura 60 dərəcəli bucaqdır biz dedik. Bura hündürlüyü endirmişik deyə. Bura 90 dərəcə, onda bura 30 dərəcə qalır. 30 dərəcəli bucaq qarşısındakı heç hündürlüyü tapaq bəs eləyir də. Bura olacaq 4 kökdə 3, tərəfdə 8 idi. Bizə bilir ki, S bərabərdir AH-dır da 4 bucaqlarda. Bu da bərabər olacaq 8 vurulsun 4 kökdə 3, o da bərabər eləyəcək 32 kökdə 3. Yəni cavabı belə də tapa bilərsiniz. Artıq bir misalın bir neçə həll yolunu deyirəm. Yəni mümkün deyil ki, siz artıq qarşınıza bir də bu tipli misal çıxanda səhv edəsiniz. Deyir məxrəci 3300 olan düzgün kəsrlərdə neçə sonlu onluq kəs şəklində göstərilə bilər. Növbəti buraxılışa düşmüş sual. Yəni əvvəlki illərdə bu tipli sual görmüşəm. 3300 idi, yoxsa 3000 idi? Deyəsən elə 3300 idi. Bəli. Deyir düzgün kəs neçə sonlu onluq kəs şəklində göstərilə bilər. Biz dedik ki, sonlu onluq kəs şəklində göstərmək üçün məxrəc ya 2-nin vuruqlarından, ya 5'in, ya da 2 və 5'in vuruqlarından ibarət olmalıdır. Aha, indi bizdə məxrəcdə vuruqları ayırsaq 3300. 100 vurulsun 33, o da 11 vur 3 deməkdir. Yəni burada olacaq 11 vurulsun 3 vurulsun 100. 100'ün vuruqları zaten bəllidir da. 2 vur 5'in kvadratıdır da. Yəni 2 vur 25. Yəni 2 ilə 5'dən ibarətdir. Yəni bu bizə problem törətmir. Problem törədən kənarlar bunlardır. 11 ilə 3. Biz dedik 2 ilə 5'dən ibarət olmalıdır.
İndi düzgün kəsir deyə birdən 3299-a qədər neyəcəm? Ədədlər yaza bilərəm. Onda mən burada 3 ilə 11-i itirməkdən ötürü elə 3 vur 11 birbaşa 33 kimi yazıram. Onda yuxarıya 33-ün misillərini yazmalıyam ki, 33K. 33-ün misillərini yazmalıyam ki, 33 ilə bu yuxarıdakı 33 ilə, sürətdəki 33 ilə, məxrəcdəki 33 ixtisar getsin. Burada yalnız nə qalsın? 2 ilə 5-in vuruqları, yəni 100 qalsın. Deməli, onda sürətə yalnız 33-ün bölünənlərini yazmalıyam. Onda birdən 3299-a qədər 33-ə bölünən neçə ədəd var? Bunun qaydasını demişdim. Yəni, birdən başlayırıqsa elə həmin ədədə qədər. Elə həmin ədədi bu ədədə, yəni 33-ə böləcəyik. Bizə verilən ədədə bölürdük. İndi burada 3299-dur. 3300 idi bizdə. 3300 bölək, yekunda 1 çıxar. Çünki 3300-ün özü daxil deyil axı. Bunu 33-ə bölündə düşür neçə? 100 düşür. Yəni 100 dənə ədəd. Amma 3300-ün özü daxil deyil. Yəni onu bura yaza bilmirəm. Çünki onda düzgün olmayan olur. Bizə düzgün. Ona görə həmin o 1 sayını buradan çıxırım. Qalır 99 ədəd. Yəni mən bura 99 ədəd sürətə 33-ün bölünənini yaza bilərəm və 33-ün ixtisar edib sonlu onluq kəsir alınır. Yəni burada yekun cavabımız 99 olacaq. 17-ci sual. Deyir ifadəsi verilib f(x)-in tam kvadrat olması üçün m neçə olmalıdır? Yəni bu tam kvadrata ayırmalıyıq da 17. Deməli 9x kvadratı aydındır ki, bunu 3x kimi yazaram. Burada çıxma var deyil, çıxılsın. Burada birinci vuraq ikincinin 2 mislidir da. Yəni 2 vurulsun a, b-dir da. Bu da 36x-a bərabərdirsə, onda bizdə vuruqlarımızın biri 3x-də, ona görə birinə 3x yazıram. Onda buradan digər vuruğumuzu tapsaq, 36-nı böləcəm 2-yə, düşəcək 18x. Bunu 18x-də 3x-ə böləndə düşəcək 6. Yəni deməli bizim ikinci vuruğumuzda olacaq 6. Bunun kvadratı. Deməli birincinin kvadratı var, birinci vuraq ikincinin 2 misli var. Bir də üstə gəlsin, burada nə yaranır? Üstə gələk 36 yaranır. Daha doğrusu üstə gələk 36 almalıyıq. Yəni 2m plus 20 bərabər olmalıdır nəyə? 36-ya. Bunu belə də yaza bilərik. Bu olacaq 9x kvadrat minus 36x plus 36 yazaq. Bu da ifadə də biz dedik bərabərdir. Bu ifadə dedik bərabər 9x kvadrat minus 36x plus 2m plus 10-a. Daha doğrusu 20-yə. İndi bu hissələr bərabərdir bir-birinə. Bir dənə qalır 2m plus 20 bərabər 36-ya. Bunu da həll eləsək, buradan olacaq 2m bərabər 16, m də bərabər 8-ə. Yəni m-in 8 qiymətində tam kvadrat almaq olur. 18-ci sual. Deyir m-in hansı qiymətli çoxaltısının vuruqlarından biri b plus 4 olur. Yəni vuruqlarından biri b plus 4-dürsə, b plus 4-dürsə, onda buradakı olan 4 bunun kökü olur. Yəni biz artıq burada təbii ki 4 yox, mənfi 4 götürəcəyik. Yəni köklərindən biri mənfi 4 olacaq. Çünki burada hər zaman biz əksini yazırdıq. Onda deməli biz aparıb həmin tənlikdə çox əldə qiymət yerinə yazanda yekun cavab, yəni 4 kökü bizdə ödəməlidir. Yəni bərabər 0 olmalı. Mənfi 4-ün kvadratı eləcək 16 çıxılsın. M çıxılsın 3 vurulsun mənfi 4, bir də çıxılsın 8 bərabər olmalıdır 0-a. Yəni 0-a çevirməlidir əgər köküdürsə. Deməli onda burada olacaq nə? Mənfi 4-ü bu hissəyə vuranda elə 2 mənfi var, müsbət olacaq. Olacaq 4m çıxılsın 12, çıxılsın 8 var, bir də üstə gələk 16 var idi, bərabər 0-a. Buradan 4m bərabər olacaq mənfi 20, müsbət 4 ilə toplayanda mənfi 4 eləyir, sağda keçsək müsbət 4, m də bərabər olacaq müsbət 1-ə. Keçək növbəti sualımıza. 19. Nə deyir? Deyir ki, AD BC-yə paraleldir. AD BC, yəni trapesiyadır. Bu da 1-in 2-yə nisbətindədir. Yəni bura K-dsa, bura 2K-da oturacaqlar. BOC 20, bura yazıram 20. ABC-nin ümumi sahəsini bizdən soruşur. Deməli, buradan mən trapesiya çəksəm, burada nə alınacaq? Və buradan diagonalları da çəkirəm. Burada 2 dənə oxşar üçbucaq var. Bura K-dır, bura 2K-dır. Buranın sahəsi 20-dirsə, buranın sahəsi X-dir. Yəni, çünki bu bucaq bu bucağa bərabərdir, biz bilirik. Bu bucaq da bu bucağa bərabərdir. Təbii ki, bu ortadakı bucaqda hər ikisi üçün eynidir. Yəni, oxşar üçbucaqlar olacaq. Onda sahələrin nisbəti S1 bölünsün S2 bərabərdir tərəflərinin kvadratları nisbətinə. Onda olacaq 20, kiçiyin sahəsi 20 bölünsün böyüyün sahəsinə S2-yə bərabər. İkincinin tərəfi, yəni bu bucaq qarşısındakı tərəfi K bölünsün
bu bucaq qarşısındakı tərəf böyüyün olacaq 2k və bunların nə olmalıdır? Kvadratlar. Buradan da olacaq nə? 20 bölünsün s2 bərabər k kvadrat bölünsün 4k kvadratı. Burada k kvadratlar ixtisar gedər. Çarpazla vuranda olacaq s2 bərabər 4 vur 20 yəni 80-ə. Yəni 4 misli olacaq. Yəni burada oldu nəyə bərabər? 80-ə. Bizdən nəyə soruşur? ABC üçbucağının sahəsini soruşur. Bura A'dır, bura B'dir, bura C'dir, bura D, burada O'dur. Yəni bax bu hissənin bizdən sahəsini soruşur. Biz də trapesiyanın qaydasına əsasən belə bir qaydamız var. Olacaq S A B O üçbucağı bərabərdir kök altında 20 vurulsun S1 vurulsun S2. Yəni bax bura S1'dir, aşağıdakına da burada yazıram S2. Onların kök altda hasillərinə bərabərdir. Və buradan da tapanda onda olacaq S üçbucaq A B O bərabər kök altında 20 vurulsun 80-ə. Kök altda 20'yi də 80'ə vuranda nə olacaq? Bərabərdir. Kök altında 16, 2'dən 0, 1600, bundan da çıxır 40. Deməli, ABO-nun sayısı oldu 40. Bizdən də ABC-ni soruşurdu. Bura 40'dır, burada 20'dir. Onda SABC bərabərdir 40 plus 20'yə bərabər edəcək 60'a. Doğru cavab olacaq 60. Çox qəşəng sual idi. Oxşarlığa aid, trapesiyaya aid bir sual. 20-ci sual. Bizə deyək kvadrat tənlik köklər verilib. Olarsa ifadəsinin qiyməti tam. Qəşəng sualdır. Biz bilirik ki, Viet teoreminə əsasən x1 plus x2 bərabərdir. Köklər cəmi əks işarə ilə bərabər mənfi p-yə, yəni mənfi 7-nin əksi 1-ə. Kökləri hasil x1 vurulsun x2-də bərabər sərbəst həddə, yəni 1-ə. Buradan da bizə verib ki, x1 vurulsun x2 bölünsün x1 plus x2-yə. Bu da bərabər olacaq 1 bölünsün 7. 1 bölünsün 7 elə 7-də 1 eləyir. Bəli, doğru cavab olacaq 7-də 1. Bu da oldu 20-ci sualın həlli. Bax, göy səhv eləmədik. Yəni 7-də 1 olacaq da. Fərqi yoxdur, kəsrən alınır, kəsrən alınsın. Heç bir fərqi yoxdur. Əsas odur, biz cavabı düz almış olaq. 21-ci sual. Deyir, düzgün altı bucaqlının böyük və kiçik diagonallar arasındakı bucağı tap. 21-də həll edək, biraz fasilə verək. Deməli, buradan mən düzgün altı bucaqlı çəksəm, bəli, olmadı. Bəli, möhtəşəm. İndi bizdə kiçik diagonal təqribən bu şəkildə olacaq, böyük diagonal isə belə olacaq. Biz bilirik ki, əgər tərəfi adsa, onda böyük diagonal tərəfin 2 misli, yəni 2aya bərabərdir. Burada düz bucaq düşmüş. Kiçik diagonalda tərəfin kök altda 2 mislidir. Yəni D bərabərdir, A kökdə 2 nədir? A kök altda 3-dür. Böyük diagonal D böyükdə bərabərdir 2A'ya. Onda bura yazıram nə? A kökdə 3. Təbii ki, bura A kökdə 3-sə, bura 2 kök altdadırsa, digər katetdə, daha doğrusu hipotenuzun yarısına bərabərdirsə, onda bura 30 dərəcəli bucaq qarşısında olurdu. 60 dərəcəli bucaq qarşısında yarısının kök altda 3 misliyik. Bizdən deyək ki, onlar arasında qalan bucaq. Yəni, bax, bu bucaqdan söhbət gedir. Oldu neçə dərəcə? 30 dərəcə. Başqa üsullarından da təbii ki, yazmaq olar. Biz birini qeyd elədik, biri bəs eləyər. Keçək 22-ci suala. Deyir, bir su qabı yarısına qədər su ilə dolu olarkən 10 kiloqram, 4'də 3'ü su ilə dolu olarsa 14 kiloqram olar. Buna görə qab tamamilə su ilə dolu olarkən neçə kiloqram olar? Onda biz qabın kütləsinə 1x deyək, onda suyun kütləsinə də su ilə doluda 1y desək. Onda deyir, qabın bir su qabı yarısına qədər dolu olduqda, onda qabın kütləsi üstə gəlsin, yarıya qədər su varsa, onda olacaq nə? Y bölünsün 2. Yəni bu qədər su olacaq. Bərabər kütləsinə qədər 10 kiloqrama. Bir də x-in üzərinə gələcəyik. Bu səfər 4'də 3'ü su doludursa, ümumi y-dirsə suyumuz, onun 4'də 3'ünü tapmalı olacaq. 4'də 3 y. Bərabərdir bu səfər kütləsinə olar 14. Sistem tənlik kimi baxsaq, aşağıdan yuxarını çıxsa, x-dən x çıxanda 0 qalacaq. 4'də 3 y-dən 2'də 1 y çıxsaq, burada yazıram 4'də 3 y çıxılsın, 2'də 1 y bərabərdir 14'dən də 10 çıxanda qalacaq 4. Hər tərəf 4'ə vuraram, bu olacaq 3 y çıxılsın, 2 y-ə 4'ə vurduq, bərabər 4'də 4 16 eləyəcək. Buradan da ortaq məxrəcdə eləyə bilərsiniz, fərqi yoxdur. Buradan da çıxanda y bərabər qalacaq 16'ya. Deməli y-imiz oldu neçə? 16. Bizdən də elə soruşurdu su qab tamamilə su ilə dolu olarkən. İndi bu suyun kütləsi 16. Qabımızın kütləsini də tapaq. Qabımızın da kütləsi olacaq. Buradan x üstə gəlsin
16 bölü 2 bərabərdir 10'a. Buradan da olacaq x üstə gəlsin 8 bərabərdir 10. X də bərabər olacaq 2'yə. Deməli qabın kütləsi də oldu neçə? 2. İndi qab su ilə dolu olarkən olacaq 2 plus 16 bərabərdir 18'ə. Yəni doğru cavab burada olacaq 18. Keçək 23-cü suala. Yazıram 23. Aha. 23-cü sualda nə deyir? AY DC perpendikulyardır AY YB'yə və AY YC'yə bərabərdir. Hər biri 7'dir. AB 6 olarsa bizdən BC'ni soruşur. Yəni həmən şəkli buradan çəkək. Deməli buranı birləşdirir. Buradan da bir dənə perpendikulyar çəkir. Burayla da buranı birləşdirir. Bura oldu B, bura oldu C, bura D, Y. Burada olsun A. Buranın da hər biri neçədir? YC'yə bərabərdir. 7 idi. Bizdən BC'ni soruşur. Burada 6'dır və perpendikulyardır bir-birinə. Deməli biz B'dən C'ni birləşdirsək, çünki BC'ni bizdən soruşur və BC'ni birləşdirəndən sonra biz buradan bir dənə də hündürlük çəkək. Deməli onda bura 6'dırsa burada 6 olacaq. Ümumi 7 idisə onda burada olacaq 1. Bura 6 idisə burada olacaq 1. Bura 7 idisə onda qarşı tərəfdə olacaq neçə? 7. Burada nə alınır? Düz bucaqlı 3 bucaq alınır. Onda olacaq BC'yə də 1x desək hipotenuza, buranı da çəkək. Olacaq 7'nin kvadratı üstə gəlib 1'in kvadratı bərabərdir BC'nin kvadratına. Buradan da toplayanda olacaq BC'nin kvadratı bərabər 49 üstə gəlib 1 eləyəcək 50. Hər tərəfdən də kök alsam olacaq BC bərabərdir. 50 də 2 vur 25 kimidir. 5 kökdə 2 qalacaq. 25'dən də 5 çıxır. Deməli BC'nin uzunluğu neçə oldu? 5 kök altında 2 şəklində olacaqdır. Keçək 24-cü suala. Buraya yazıram 24. Nə deyir? Şəkildə qrafikdə meyvə və su qarışımı göstərilib. 309 qram meyvə və su qarışımı əldə etmək üçün neçə qram meyvə tələb olunur? Yəni bizdə burada qrafikdə verilib ki, x-sa su miqdarı x qramdırsa, meyvə 2x olur. Yəni 1'in 2'yə nisbətində. Onda biz elə x üstə gələk 2x götürsək, bərabər 309'a, yəni 1'in 2'yə nisbətində bölsək, onda olacaq 3x bərabərdir 309'a. Buradan da x bərabər olacaq 309 3'ə böləndə olacaq 103. 103. Deməli x'imiz oldu 103. Onda digərdə meyvəmiz də bu oldu su. Onda meyvəmiz də olacaq 2x, yəni 103 vurulsun 2, bu da eləyəcək 206. Bu da olacaq meyvə. Bizə nə deyir? Deyir qarışımı əldə etmək üçün neçə qram meyvə tələb olunur? 206 qram meyvə tələb olunur. Buradan da yazıram 206. Sonra keçək sonuncu sualımız 25-ci sualımıza. 25-ci sualda nə deyir? Deyir bir qabda duzluğu 20% olan 30 litr, ikinci qabda da duzluğu 30% olan 20 litr məhlul var. Bu məhlulları bir qaba töküb qarışdırsa alınan məhlulun duzluq faizini tapın. Birincisi düsturu yazırım bura. M1P1 üstə gəlsin M2P2 bərabərdir kütlələri cəmi M1 plus M2 vurulsun P'yə. Biz buradan qiymətləri yerinə yazıb P'ni tapa bilərik. Yəni 20 vurulsun 30 üstə gəlsin 20 vurulsun 30 bərabərdir 20 üstə gəlsin 30 vurulsun P. Buradan P'ni tapa bilərsiniz və yaxud da düstursuz necə əldə edərsiniz. Hər birindən duzun miqdarını taparsınız. Olacaq 20%li 30 qram məhlul. Olacaq 30 vurulsun 20 bölünsün 100. Burada sıfırlar ixtisar gedir, qalır 6 litr duz. Digərində yenə 20 litrdir, 30%lidir. Yenə 30 vur 20 bölünsün 100. Buradan yenə ixtisarlarımızı aparsaq 2 vur 6 qalacaq 6 litr. Deməli hər birində 6 litr duz oldu. Onda ümumi bu iki məhlul qarışdırsaq cəmi 6 burada, 6 burada 12 litr duzum olacaq. Biz də bilirik ki, bizim düsturumuz var idi. Duz bölünsün məhlul vurulsun 100%. Onda biz 12 litri, yəni 12-ni böləcək ümumi məhlul. Ümumi məhlulumuz nə qədərdir? 20 ilə 30 cəmi eləyəcək 50-yə. Böləcəm 50-yə vuracağım 100%. Bu da bərabər 100 ilə 50 ixtisar gedər. Qalar 2. 12-yi də 2-yə vuranda düşəcək 24%. Yəni deməli mənim məhlulum, yekun məhlulum olacaq 24%li məhlul. Yəni burada bizim tapdığımız qiymət təbii ki 20 ilə 30 arasında dəyişməlidir. Zaten 24 də o aradadır. Belə. Bu da oldu 25-ci sualın həlli və yaxud da buradakı yenə düsturla da siz tapa bilərsiniz. Yenə 24% duzluğu olacaq yekun alınan məhlulun. İnşallah
Yenə 11-ci siniflər, istər 9-cu siniflər olsun, buraxılış tipli suallar hazırlayıb izahını həm də PDF-ni sizinlə paylaşacağam. Təbii ki, cavablarını da YouTube platformasında izahını da. Yaxşı, sağ olun, özünüzə yaxşı baxın. Abunə olub dəstək olmağı, fikir bildirməyi də unutmayın.